Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Verilişimizin baş sponsoru Cibar platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Həmsöhbətimiz öz işində peşəkar olan dermatoloq Quba Rüstəmovadır. Xoş gəlmisiniz Quba xanım. Salamlayıram Elnara xanım sizi. Təşəkkür edirəm dəvətiniz üçün. Ekranda izləyən bütün izləyiciləri salamlayıram. Çox təşəkkür edirəm. Gəlin başlayaq suallarımıza. Quba Rüstəmova kimdir? Quba Rüstəmova öz işini çox sevən, öz işi ilə nəfəs alan bir dermatoloqdur. Hesab eləyirəm ki, öz sənətinə diqqətlə, həssaslıqla yanaşmasam, orada uğur qazanma ehtimalım çox azdır. Eyni zamanda Quba Rüstəmova bir anadır, yoldaşdır, həyat yoldaşıdır, yaxşı dostdur və maksimal ətrafındakı insanlara çatmağa çalışan bir insandır. Çox gözəl. Quba xanım, bax siz mən bildiyim qədər bu peşəni seçməmişdən öncə diplomat olmaq istəmisiniz. Amma valideynlərinizin bir etirazı olub bununla bağlı. Bax bu gün həkim olmağınızın səbəbkarı sizin ailənizdir, yoxsa? Əslində Elnara xanım, yalnız diplomatiya deyil, əslində müğənni olmaq istəmişəm. Nə yalan deyim. Nə gözəl etiraf. Yəni mən 7 il fortepiano şöbəsini bitirmişəm. Eyni zamanda da mən soprano 1 idim. Müəllimlərim də çox sevirdi, məni dəstəkləyirdi. Hətta Fidan Hacıyevanın qəbulunda da olmuşdum, qəbul etdi məni dərs verməyə. Çox anamı dedi, danışdı, onunla çox müzakirələr apardı ki, yəni uşağı mütləq gətirin, oxusun, amma təbii olaraq ki, razılaşmadılar və mən burada çox uzatmadım, mövzunu keçirdim daha başqa bir sənətə, mənə daha yaxın olan bir şeyə. Düşünürdüm ki, ölkə xaricində oxuyaram və diplomatiyanı oxuyaram. Çünki çox həvəsli idim, bəlkə də televiziyada çox baxırdım bu diplomatik proqramlara filan, verilişlərə, TV kanallara. Amma sonrasında elə oldu ki, atam tərəfindən belə bir şərt qoyuldu. Ya mən bəstəkar olmalı idim, ya da həkim. Mən özümü orada görmürdüm açığı. Mən musiqidə daha çox öndə oxumaq, səhnənin önündə olmaq istəyirdim. Mən düşünürdüm ki, bəstəkar olsam mən arxa planda qalacağam. O qədər də istədiyim yerdə olmayacağam. Onun üçün mən həkimliyə üst tutdum. Yəni, həkimsiz, amma bax o işıq, o enerji sizdə var. O deyir sizi müğənni ola bilərdim səhnələrdə. Qəribə bir enerjiniz var. Sizi çox sevirəm bu arada. Baxın, sizin gördüyünüz iş, həkimlik böyük bir məsuliyyət. Bir də sizə elə bir pasientlər müraciət edir ki, həqiqətən də yəni görünə bilən xəstəliklərdir, hansı ki bir insanın daha çox həssas olmağına səbəb olur, o bəlli bir komplekslər yaşayır. Bax, siz pasientlərinizlə necə bir bağ qurmusunuz? Onları necə sakitləşdirirsiniz, o emosiyalarını? Bunu danışmam biraz tibbdən kənar olacaq, amma mən bunu deyəcəm. Pasientlə birincisi gəldiyində ilk bağ qurmaq çox vacibdir. Hissi bağ qurmaq, onu anlamaq, empatiya hissi yaratmaq, onun necə başa düşdüyünü, belə deyim, ona necə təlqin edə bilərəm müalicəni. Bunu çox geniş anlamaq üçün birinci danışdırıram. Mütləq şəkildə hər bir həkim anamnez toplayır. Amma biz ruhi baxımdan da, çünki dermatologiyanın bir tərəfi də psixodermatologiyadır. Mütləq içəri girəndə artıq biz ona diqqət eləyirik ki, özünü necə aparır, əlini necə qoydu, ayağını necə qoydu, necə baxır, necə düşünür. Bəzən pasient gəlir təəccüblü, şübhəli, inamsız, artıq yorulmuş, üzülmüş, istəmir müalicə olunmaq. Hətta elə belə bir söz verdim, gəlim bir də bu həkimə yoxlanım kimi gəlir. Amma bunu hiss etdiyim anda artıq inam yaratmağa çalışıram ki, sən bundan istəsən müalicə olunub bitirə bilərsən. Amma bunun yolları var, qaydaları var, necə davranmaq lazımdır. Buna çox diqqət edirəm. Sonrasında artıq əlaqə çox vacibdir. Pasientə düzgün izah verdikdən sonra davamını aparmaq. Amma elə də pasientlər olur ki, nə qədər biz əlaqə qurmağa çalışsaq da bir qırıqlıq olur
əlaqə qırıqlığı olur. O pasientdən dolayı olur deyə çox da ona bir şey etmək olmur. Nə yalan deyim, amma çoxunluqla çox yaxşı əlaqə yarada bilirik. Müsbət nəticələri alarkən onların o sevgi dolu sizə baxışları, sözləri, məsələn, müğənni olaraq səhnədə o alqışlar, çiçəklər alınırdısa, amma həkim olaraq da o sevgi dolu həyata yenidən qayıtmaq, nə bilim, o anlarla gəlib sizə sarılırlar, emosiyalarını bəlli edirlər. Məncə sizin mükafatınız da bu olsa gərək. Təbii ki, hər bir Yenə də ulduzsuz da nəticədə. Təbii ki, hər bir həkimin sevinci nədir? İşinin nəticəsini görə bilmək, insanların üzündə sevinc yaratmaq. Bəzən indi bizim işimiz, belə deyim, çox cərrahiyyə tərəfi yoxdur, azdır. Amma nə qədər olmasa ağır xəstəliklərimiz var, pasient onun müalicəyə inanmır, gəlir müalicədən nəticə alanda özü də təəccüblənir, çox sevinclə gəlir. Əsasən də regionlardan gələn pasientləri ayrı bir sevirəm. Qubadan, Qusardan gələnləri başqa cür sevirəm. Yaxşı dediniz onu. Amma regionların hamısından fərqi yoxdur. Mən pasientlərə həmişə bax bunu deyirəm. Dermatologiyada o qədər ki, xroniki və sağalması çətin olan xəstəliklər, gedib gələn xəstəliklər var deyə həmişə deyirəm şükürlü olun birinci. Birinci inanın ki, bu qapıdan gedib sağalacam. Bu fikirlə get. Bu fikirlə getməsən səni kim olur olsun sağalda bilməyəcək. Yəni inanmalısan birinci mənə nə olur olsun. Sonrasında isə yavaş-yavaş biz də müalicə taktikamızı apara-apara nəticəni alacağıq. Yəni belə deyim, mənə çox xoşdur. SMS-lər, o gəlirlər, təbrik eləyirlər. Çox xoşdur mənim üçün. Dediniz elə Qubadan, Qusardan. Elə Quba demişkən adınızla əlaqədar olaraq sizə bir sualım yarandı. Adınız kim qoyub Quba adı? Yəni siz Qubalısınız? Yoxsa bu ad hardan yaranıb? Nədir səbəbi? Maraqlı addır. Adını açığı mən heç sevmirdim. Nə yalan deyim. Uşaqlıqda adımı da dəyişmək planı qurmuşam bir ara. Adam deyib, səni övladlıqdan çıxardıram. Çünki məktəb vaxtı tez-tez deyirlər, Qubada, Qusarda bu gün yağış yağır. Quba, Qusar qaçmaz. Yəni o qədər bu indiki dövrdə bullying deyirlər də İngiliscə. O qədər olurdu ki, yəni bir ara həqiqətən adımı dəyişmək və heç sevmirdim. Yəni deyirdim, niyə bu məndədir? Cəmaatda Aysel Nigar, Günel adlardı məndə. İsə Quba. Amma sonradan eşq yarandı məndə bu ada qarşı. Yavaş-yavaş özəlliyimi tapdım. Necə özəl olduğunu anladım və bir neçə nəfərdə də o adı eşitdim. Bu arada mən tək deyiləm. Bir neçə nəfər də var və gəlirlər mənə deyirlər. Doktor, mən də Qubayam, adım Qubadır. Çox sevinirəm yəni buna. Amma yəni nadir ad olaraq vaxtilə üzüb bugünkü günsə eşqdir. Mənası isə keçmişdən gəlir. Təbii ki, o Quba məscidi dövründən gəlir. Məscidin qübbəsi deməkdir. Amma keçmişdə xanım adı olaraq da Quba xanlığı dövründən yəni istifadə olunubdur. Yəni atanız oradan yəni belə deyim də eşqlənib o adı qoyub sizə. Kökünüzə bağlı bir Yox, elə deyil. Atamın qoymağına səbəb çox sadə bir səbəbdir. Atamın anasının adıdır. Quba xanım, sizin xarakteriniz necədir? Bax, var kaprizli xanım, var məsələn daha yumşaq, hər şeyi yola verən, empatiya qura bilən, bir də ki iş həyatınızla ailə, iş insanın xarakterini dəyişir. Siz necə? Quba xanımın xasiyyəti necədir? Keçmişə görə çox dəyişim var. Yəni institut illərimdə, məktəbdə daha hesab eləyirəm ki, onda sözümə əsirgəməzdim. Xoşuma gəlməyən sözü bir anda deyərdim, yəni. Düşünməzdim ki, xoşuna gəlir, qarşı tərəf sevir, sevmir. İndi elə deyil. İndi iş, yaşam tərzi məni məcbur edib ki, sevə-sevə buna qeyd edim ki, məcbur eləyib ki, insanlarla xoşlamadığım bir şey eşitdiyimdə ən azı bir 20 saniyə düşünmək. Mən bunu pasientlərimə də deyirəm. Bir 20 saniyə düşün, qoy o danışsın, görək hara gedir mövzu. Sonra 20 saniyə sonrasında bax buna cavab verməyə dəyərmi, dəyməzmi? Çox zaman dəymir vallahi. Cavab vermək istəmirsən. Və maksimal pozitiv baxmaq. Pozitiv baxmaq da, yəni çətinliyin içində yaxşı baxıb çıxış yolunu tapmaq. Ay niyə belə oldu? Neyim? Ay oturub onun depressiyasına düşmək yox. O anda başqa nə yol tapa bilərəm, yoluna girmək. Genəldə ətrafımdan həmişə eşitərdim ki, Quba kobuddur, xaraktercə, sözünə əsirgəmir, nə xoşu gəlmir deyir bir anda. Amma sizə deyim ki, onun üzərində də çox işləmişəm. Çünki özümün də sevmədiyim tərəflərim var. Bunu yəni ürək açıqlığımla deyirəm. Onun üzərində o qədər praktikalar eləmişəm ki, müəyyən şeyləri artıq istədiyim qaydaya salmaq.
daha sakit, mülayim, o istədiyimə çatmışam. Yəni demək ki, insan istəsə xarakterində bəzi dəyişikliklər də edə bilər. 100%. Baxın, deyirlər, insanlar xarakter dəyişmir, siz boş yerə zamanınızı tükətməyin. Elə deyil. İnsan istəyəndə yanaşma tərzini dəyişir. Yetər ki, bunu ürəkdən istəyəsən. Müəyyən təbii ki, zaman alır, müəyyən praktikalar eləməlisən, müəyyən günlər və aylar alır, amma o demək deyil ki, sən o nəticəyə gəlməyəcəksən. Çünki biz bir işə də başlayanda bunun belə deyim, düşünürük, planlayırıq, məqsəd qoyuruq, bu istiqamətdə gedib uğur qazanırıq. Eynilə xarakter də belədir. Müəyyən şeyləri istəyirsənsə, müəyyən hərəkətlərini, danışığını çərçivələməlisən. Bu yolla da, yəni sən o istədiyinə gəlib çata bilirsən. Bunu da əsas bilirsiniz hardan Elnarə xanım əldə eləyirsən. Ətraf insanların o fikri ki, zamanla dəyişir, Bəli. münasibəti, sən haqqında dediyi fikirlər. Bunun əsnasında artıq anlayırsan ki, müəyyən müvəffəqiyyətə gəlib çatmısan. Bax, xəstəliklərlə də bağlı biraz istəyirəm danışaq. Son zamanlarda dəri xəstəlikləri həddindən artıq çoxalıb. Bilmirəm bunun səbəbi nədir? Ən çox rastlanan xəstəlik nədir dəridə və bunun müalicəsi, bu metodika, bununla bağlı zəhmət olması. Hər gün demək olar rast olduğumuz ən çox rast gəlinən akne vulgarisdir, gənc sızanaqlar hansı ki, hamımıza məlumdur. Sonra payız gəldiyi zaman daha çox allergik proseslər, ekzemalar filan rast oluruq. Deyim ki, aknedə əsasən gənc dövründən başladığı üçün çox pasiyent belə deyim, ona indiki dövrdə daha diqqət eləyirlər. Əvvəl o qədər diqqət eləyən yox idi. Yəni indi gələndə artıq bilirlər üz yuma geli nədir, tonik nədir, serum nədir. Bu şeylərə diqqət eləyir gənclərimiz və izah etdiyimiz zaman adekvat, çox yaxşı, yəni müalicə taktikasını düzgün tətbiq eləyə bilirlər. Allergik fonda yaranan pasiyentləri bilirsiniz ki, xroniki olur. Ona görə də onları biz yaz-payız kontrol altında saxlamağa məcbur oluruq. Başqa yəni xəstəliklərdən desəm, dermatologiyada belə daha çox bunlardır, amma nadir gələn xəstəliklər də var ki, bizim işimizlə əlaqədar biz onlara da rast oluruq. Elə pasiyentlərlə işləmək biraz çətindir, çünki zaman alır. Həm də psixoloji dəstək mütləq şəkildə verməmiz lazım olur. O müddət var, müalicə dönəmi. O an məsələn elə olur ki, sağalma həddinə çatırsan, amma birdən mənim özüm allergik bir insanam və müalicə də almışam bununla bağlı. Baxırsan ki, artıq sağalırsan, sevinirsən. Sonra birdən o xroniki artıq çevrilib xronik olub mənim allergiyam. Birdən başlayır o bütün bədənə yayılmağa. Suya vura bilmirsən, əsəbləşə bilmərsən, nə bilim geyindiyin geyimlərə diqqət etməlisən. Bu proses o qədər ağırdır ki, o qədər o psixologiya deyirsiniz, artıq adam evdən belə çıxmaq istəmir. Bax o dönəmi bilmək istəyirəm ki, biz daha çox o müalicə müddətində nələrə diqqət edək. Tamam, dərmanlarımızı vaxtında içdik, yazdığınız kremlərdən bədənimizdə istifadə etdik. Sağalma dönəminə çatan anda yenidən alışır. Yəni yenidən daha böyüyür, çoxalır. O anda xəstələr nə etməlidir? Yəni tam əllərini üzməlidirlərmi, yoxsa necə? Yox, təbii ki, əllərini üzməsinlər, elə bir şey olmasa. Mən əslində əlimi çox üzmüşdüm. Yox, bu siz yəqin ki, danışdığınız hal-hazırda övrədən danışırsınız. Eynən. Gəlin mən sizə belə bir şey deyim. Kəskin övrə başladığında 1 ay yarım, 2 aya qədər biz təsir göstərib bitirə bilirik. Bəli. Amma 2 ay tamamladısa artıq olur xroniki övrə. Xroniki övrə də 3-5 il ərzində pasiyenti psixologiyasını pozur, belə deyim. Çünki gedir, gəlir dövrə olaraq siz dediyiniz kimi qida, stress, gərginlik, bunlar hamısı qaşıntıya yenidən köpməyə səbəb ola bilir, düzdür. Belə məqamda təbii ki, ümidini itirmir, pasiyentə mütləq şəkildə izah edirəm ki, bax bu dövr bir 6 ay dietanı saxlamalısan. Yəni mən sənə izah edirəm, amma qalanı özün bilərsən. Yenə səpsən gəlib demək ki, Quba xanım mən səpdim. Psixoloji durum təbii ki, sakit olmalıdır. Saat 10-da 11-də maksimal tez yatmaq lazımdır. Yəni çünki biz niyə? Mümkünsüz. Bəli, saat 10-da 11-də artıq melatonin ifraz olunur beyində və o da bizim sirkat ritmə daxildir. Regenerasiya proseslərində bizə köməklik göstərir. Yəni ona görə də lazımdır ki, orqanizm tam olaraq yaxşı dincəlib özünə gəlməsi üçün, bərpa üçün lazımdır tez yatmaq.
İndi onu deyir sizə, o tam ümidini üzməklə bağlı. Mən inanın ki, dedim ki, bitdi, mən artıq müalicə də eləməyəcəm. Amma o anda hər şeyi buraxdığım anda elə bil ki, Allah Taala eşitdi, duydu məni. Tamamilə yoxa çıxdı. Yəni bunu mən anlamadım və artıq 6 ildir ki, mən maşallah 6 ildir ki, mən yəni onu görmürəm, eşitmirəm, bilmirəm. Yəni belə Bir də bir psixoloji bir situasiya sərhəd yaşayıram. var da. Psixoloji sərhəd göstərirsiniz ki, buraxdım bir anda Bəli. Allah kömək. Bax beyninə çox saldığın zaman da bu səndən əl çəkmir. Bir psixoloji bir durum da var da, psixosomatika burada köməyə gəlir. İnsan gərək özü özünə də təlqin eləsin. Mən həmişə deyirəm, özünüz özünüzün təbibinizsiz. Deməlisən, mən dərmanımı içirəm, düzəlirəm. Nə gözəl, super. Hər gün azalır mənim səpkim. Hər gün mənim qıcıqlanmır, dərim qızarmır. Harda qızanır? Hər şey əla gedir. Yəni bunu biz dediyimiz zaman yavaş-yavaş zaten psixosomatika ilə özünü inandıra artıq həqiqətən də bir gün ayılırsan ki, o təsir etmir. Amma bu yenə deyirəm, bir psixoloji təsiri yox, bir tərəfdən də həqiqətən də dietanı saxlayıb Bəli. o müalicəni tətbiq eləmək lazımdır. Bir də sizdə mən izləmişdim, bəlli bir lazer aparatları var ki, hansı ki Bəli. çapıqlardan xilas edir. Bu həqiqətdirmi? Yəni çapıqlar hansı səviyyədə yox ola bilər? Yəni nə dərəcədə azaldırsınız Baxın, siz onları? keçmişdə bilirəm, çox hamının maraqlandığı Bəli. mövzudur. Çapıq həqiqətən də bu bir 10 ilə qədər onun haqqında heç vaxt düzəlmir düşüncəsi var idi. Razıyam, amma indiki dermatoloji texnologiyalar, lazerlər bu prosesin 70%, 80% düzəlməyinə kömək olur. Bu da az bir faiz deyil. Əlbəttə. Əgər kobud bir görüntü varsa, bunu əgər siz 70-80% aradan qaldıra bilirsinizsə, niyə də yox, bunu niyə də etməyək və ya atrofik çapıqdır, normal dəri səviyyəsindən aşağı bir görüntüdür. Onu təbii ki, pasient özünə kompleks eləyir və onu aradan qaldırmaq üçün müraciət etdiyi zaman mütləq və burada pasientə yaxşı izah verilməlidir. Bu 100% o deyirlər, bir dəfəlik gedəcəkmi? Elə şey yoxdur. Tibdə zaten 100%lik bir qarantiya Bəli, yoxdur. bunu mən tez-tez eşidirəm, razılaşarsınız ki, hər bir həkim bu sualdan bezib artıq. Və düşünürəm ki, belə məqamda soruşanda mütləq və burada əlaqə çox vacibdir. Pasient düzgün izah olunsun və düzgün cavab alınsın. 70-80% ala bilirik nəticəni deyirik və bu çox gözəl nəticədir. Pasientlər buna inanıb, güvənib gəldiyində həqiqətən də hər seans çapığının nə qədər dayazlaşdığını özləri müşahidə edir, həvəslə gəlirlər seansa. Quba xanım, sizə tələbələr yəqin ki, universitetdən, praktikadan göndərirlər. Siz necə düşünürsünüz? Bugünkü gənclərimiz, gənc həkimlərimiz ki, sabahları həqiqətən də həkim olacaqlar, kimsə müalicə eləyəcəklər. Necə düşünürsünüz? Məsuliyyətlidirlərmi? Öyrənməyi sevirlərmi? Necədirlər tələbələriniz? Onlarla münasibətiniz Bizim necə? dövrümüzdə biraz fərqli idi. Bəli. Tibbdə oxumaq bizdə üzbəüz imtahan verirdik müəllimə. Ona görə bizdə daha həyəcan, bir məsuliyyət, qorxu var idi, belə deyim, psixoloji bir sərhəd var idi. Amma indiki dövrdə həmin uşaqlar Bologna sistemindən gedirlər, daha rahat oxuyurlar. Mən bunun tərəfdarıyam, demirəm, buna qarşıyam, amma uşaqlar daha relaks böyüyür. Daha rahatdılar, informasiya da çoxdur. Bəli. Rahat internetə girib həmin xəstəliyi oxuya bilirlər, məlumat toplayırlar. Bizim dövrümüzdə özünüz bilirsiniz də, ədəbiyyat az idi, rus dili ədəbiyyatı idi. Hər adam da rus dilini bilmirdi. Biz məcbur olub dil öyrənib ingilis ədəbiyyatına müraciət eləyirdik və ya türk ədəbiyyatına. Amma indi daha relaksdılar. Hətta mən bəzən xəstəlik soruşuram. Mənim özümə də maraqlı olur ki, necə danışılacaq. Mən özüm şəxsən soruşanda ətraflı soruşuram ki, bəlkə nəyisə mən bilmirəm, Bəli. yeni bir şeyi mənə deyərlər. Mənim özümə də maraqlıdır. Özüm də gedib oxuyuram, sonra yenidən birlikdə müzakirə eləyirik. Düşünürəm ki, onlar bizdən də ağıllı olacaqlar. Daha inkişaf etmiş, daha irəli olacaqlar. Bəzi gənclərimiz var ki, özüm duymuşam öz qulaqlarımla ki, deyir ki, mən oxumağa nə gərək var ki, süni intellektdə ChatGPT-yə yazacağam ki, bu xəstəliyin müalicəsi necədir və mən o müalicəni edəcəm. Yəni bu düşüncədə olan belə gənclərimiz var. Məncə bu böyük bir uçurumdur. Həkim üçün oxumaq, kitabda nə isə öyrənə bilmək, praktika baxımından daha vacibdir. Çünki bu bir insan həyatından söhbət gedir, onun psixologiyasından, onun səhhətindən, canından. Yəni sizin elə tələbələriniz varmı ki, deyir ki, müəllimə, xahişim danışmayın, dolayısıyla ChatGPT-də öyrənəcəm.
Yox, bizdə elə bir şey yoxdur. Hə. Bizdə rezidentlərdir. Onlar Bəli. həkimdirlər. Bəli. Yəni onlara tələbə deməyim. Rezidentlərimiz var. Rezidentlərimizin də belə ChatGPT maraqları yoxdur. Nəyə mən deyinə bilərəm? Müşahidə etdiyim budur ki, pasiyent gəlir, Bəli. əlində telefon, göstərir səpkisini çəkib göstərir mənə ki, hə, ChatGPT belə dedi, doktor. Görürsüz, Müalicə də belə xəstələrdə yazdı. bu- Nə deyirsiniz? Siz də o diaqnozu təsdiqləyirsinizmi? Baxıram, bu da təzəlicə çıxıb. Əvvəl yox idi. Keçən ilə qədər o yox idi. Bax bu ildən bu şeyləri müşahidə edirəm. Deyirəm, yaxşı, əgər elədisə, gəl müalicəni ilə ChatGPT-dən elə. Mənə ehtiyac yoxdur da, mən nə edirsən? Görürsüz, nə qədər çətin bir zəmanədə artıq biz yaşayırıq. Qubağam, uğurlu əlbəttə ki, müalicələriniz olub. Ümumiyyətlə həyatınızda da uğurlu anlarınız olub. Bəs sizin uğursuzluqlarınız nədir? Olubmu həyatınızda ki, o uğursuzluqdan bir ibrət almısınız? 100%, yəni hər bir insanın həyatında mütləq şəkildə uğursuzluqları olur. Bu da çoxu zaman səhvlərindən irəli gəlir. Səhvlərimiz üzərində hamımız öyrənirik, yanlışların üzərində daha da təkmilləşirik. Mən indiki dövrdə sizə deyim, çox sevinirəm ki, o səhvlər olub, o uğursuzluqlar olub ki, bugünkü gün məni güclü bir insana çevirib. Düzdür, əvvəldə də zəif xarakter heç vaxt olmamışam. Bir sərt tərəfim həmişə olubdu, amma o sərt tərəf bəzən biraz mailləşdirmək lazımdır. Necə deyirlər onu, dırnaqda pilkalamaq Bəli. lazımdır biraz. O zaman elə düşünürəm ki, daha rahatdır. İnsan biraz elastik olmalıdır. Bu səhvlər təbii ki, yenə deyirəm, məni çox təkmilləşdirdi, daha müdrik bir insana çeviribdi. Dediniz ki, mən ibrət aldım və gücləndim. Zaten mənim xarakterim çox belə güclü bir qadın obrazında. Sizcə güclü xanım olmaq, yəni asandırmı? Mənim üçün çətindir. Siz necə düşünürsüz? Bunun üçün çox kitablar oxumuşam. Narixam açıq deyim. Mən əvvəl elə düşünürdüm ki, güclü olmaq çox gözəl bir şeydir. Qadın güclü olmalıdır və hər bir düşünürdüm ki, o yoldan hər bir şeyin üstəsindən gələ bilər. Amma belə deyil. Qadın zəif olmalıdır. Qadın sevilməli, əzizlənməli, mütləq şəkildə əl üstündə tutulmalı. Öz belə zəif deməyim, Zərif. güclü olub da zəifliyini göstərsin. Yəni xaricdən görüntüsü zahirən zəif olsun, amma daxilən güclü olsun. Mən belə qadınları sevirəm və hesab eləyirəm ki, mən ona gətirib çıxartmışam özümü. Mən hal-hazırda o qədər də zahirən özümü güclü göstərmirəm. Bunu da görünməyi də açığı sevmirəm və hətta bəzən kimsə deyəndə ki, siz çox güclü xanımsınız, xoşuma gəlmir. Nə yalan deyim. O mənim üçün elə bir təsəllidir ki, falan şey olubdu. Bax, boş ver də, sən güclüsən. Yox, lazım deyil. Mən zaten güclü olduğumun fərqindəyəm. Mənə lazım deyil. Mən əzizlənmək istəyirəm, zəif olmaq istəyirəm. Kimsə mənim qayğımı çəksin, mənim ağırlığımı, yükümü daşısın. Niyə də bunu mən istəmiyim? Bu mənim haqqımdır, qadınlıq enerjimdir. Bunu da qadın almaq üçün, əgər qadınlıq enerjisindən danışırıqsa, qadının enerjisi güclü olmamalıdır. Kişi qədər güclü olmamalıdır. Yəni müəyyən etaplarda arxada durmalıdır. Onun üçün də mən hesab eləyirəm ki, belə olması daha gözəldir. İçəridə elə bil daxilində iki gücü birləşdirirsən. Həm güclü, həm incə, zəif. Həm də zərif eyni zamanda. Həm də zərif. Bu peşəni seçməyiniz, həkim olmağınız atanızın sizə belə deyim də verdiyi seçimlər arasında olan bir peşə idi və siz onu seçdiniz. Bugün siz, mən bir sual vermək istəyirəm, bəlkə də həssas bir mövzunuza toxunuram. Atanıza olan bağlılığınızı mən bilirəm. Eyni hissləri yaşamışıq. Hətta zaman-zaman bəzi atalarımızla bağlı bölüşdüyümüz anlarımız olub. Amma bugün uğurlarınızı, qazandığınız uğurunuz, Quba Rüstəmova həkim olaraq hər kəsin rəğbət duyduğu, hər kəsin inandığı, müalicəsini sizin qapını döydüyü o Quba xanım öz uğurlarını kimə həsr eləyir? Bilirsiniz, qəribə bir münasibətimiz var idi bizim onunla. Tamam fərqli idi. Əslində biz o qədər dost olmamışıq. Söhbət eləyək, bütün günü ünsiyyətdə olaq. Daimi bir çəkincənlik olub, çünki xasiyyəti ağır idi. Ancaq qanunlar, ancaq əmrlər verərdi. Yəni mən həmişə deyirdim ki, mənim həyatımı sən yönləndirmisən. Bütün vacib qərarlarımı sən elədin. Yəni mən heç bir şey eləmədim. O vaxtlar mən onu çox günahlandırırdım buna görə ki, niyə həyatımın vacib qərarları səndən gəlir? Niyə heç kimdə belə deyil, məndə belədir. Yəni seçəcəyim sənəti belə sən seçdin də. Amma dermatologiyanı yaxşı ki özüm seçmişdim. Yəni özüm istəmişəm, sevmişəm. Başqa sferalarda
Onun rolu var. Hər zaman deyirdim ki, o istədi deyə belə oldu. Onun uğurlarımı ona göstərməyə çalışırdım. Çünki o gözləyirdi məndən. O məni daimi kritika eləyirdi, daimi irad tuturdu. Bunu belə elədin, bunu belə elədin. Niyə belə elədin? Yox, xoşum gəlmədi. Biraz da elə. Nə isə eləyirdim, deyirdi, yox, biraz da başqa nə edə bilərsən? Deyirdim, yəni bugünkü gün əlimdən gələn budur. Və o kritikalar əsnasında bir daxili aqressiya var idi həmişə məndə. Bir sevgisizlik duyğusu var idi ki, yox, yəqin ki, mən o qədər də sevmir. Ona görə məndən hər şeyi belə tələb eləyir kəskin şəkildə. Zamanla anladım ki, bunun hamısı özündən sonra güclü qalmağın yolu idi. Ki sən güclü ol, istədiyin yerə çatmaq üçün müəyyən mənəvi gücə sahib olmalısan. Onun üçün də mən olmamalıyam. Hətta mən bəzi məqamlarda şikayət edirdim ki, sən bunu eləyə bilərsən, bunu niyə mənim üçün bunu eləmirsən? Deyirdi ki, eləyən deyiləm. Get zəhmət çək özün elə. Mənə dəxli yoxdur, aidiyyəti yoxdur, etməyəcəm sənin üçün. Və zaman elə oldu ki, o gedəndən sonra bir anda ayıldım ki, mən onun üçün yaşamışam. Hər şeyi onun istədiyini eləmişəm. Mən öz istədiyim, özümə sual verdim ki, sən bəs nə istəyirdin? Bir anda, gedən anda şok etkisindən dedim, bəs sən nə istəyirdin? Həyatı sən belə mi istəyirdin? Baxdım ki, həqiqətən də mən onun üçün yaşamışam. Çox qəribədir. Mənim anamla çox yaxşı münasibətim var. Amma fikrim onda olub daimi. Ki ona xoş gəlsin, o desin ki, Quba bunu elədi. Görsən, Quba elədi. Bu fikir üçün yaşamışam. Və bir anda görsən ki, o fikri bildirmək istədiyin adam yoxdur. O belə deyək də, çempionata gedirsən, hə, o jüri yoxdur. Yoxdur. O çox təbii ki, məni dərin yaraladı ki, o tərif yoxdur, o istək yoxdur. Mən onu kənarda axtara bilməzdim. Çünki o güc bir yerdən gəlir. Gücün mənbəyi, enerjinin mənbəyi bir insan idi. Sonralar elə bir möcüzələr verdi həyat mənə ki, mən hər dəfə onunla əlaqələndirirəm ki, yəqin kömək eləyir mənə. Elə düşünürdüm. Təsəllimiz tək odur, doğru deyirsən. Olmaz şeylər həqiqətən olmağa başladı həyatımda. Mən öz-özümə deyirdim ki, mən orada o sözdə deyirdim duamın içində. Yəqin onunla əlaqəlidir. Belə düşünürdüm. İnsan özünü həmişə olmayanla təsəlli etməyə çalışır. Təbii ki, nə qədər yoldaşım dəstək olsa da, atamın kölgəsi başqa bir şeydir. Olmasa belə, yəni bugünkü gün kölgəsi başqa bir şeydir. Mən həmişə qızlara deyirəm ki, mənim atam hər şeyi bilirdi. Həyatı ilə bağlı. Qəribə bir xasiyyəti var idi, hər şeyi planlayırdı. Axır günlərini də çox gözəl dərk eləyirdi. Heç nə yox idi halbuki. Bu adam sağlam adam idi. Dərk eləyirdi onu. Deyirdi ki, 2-3 ay qalıbdı, filan şey belə, bu belə olsun, o elə olsun. Mən çox pis olurdum ki, yəqin qorxularıdır, fobiyalardır deyirdim. Amma həqiqətən də həyat elə gətirdi ki, onun dediyi kimi oldu hər şey. Bugünkü gündə, yəni yalnız atamı deyə bilmərəm, çünki burada yoldaşımın çox böyük əməyi var. Çox böyük əməyi var. Mən həkim olmaq istəmirdim heç. Heç mən işə çıxmaq istəmirdim. Mən evdar qadın idim. O qədər də mutluydum həyatımdan. Xoşbəxt idim, belə deyim. Xoşbəxt idim. Xaricdə yaşayırdım mən Elnarə xanım, Bakıda deyildim. Xaricdə də mən daimi ölkələri gəzirdim. Heç qaldığım ölkədə mən 23 gün bir ildə qalmışdım. Yəni o qədər gəzirdim ki, həyat mənə o qədər belə rahat, əyləncəli. Bir anda bir gün atamın yoldaşıma ürətdiyini eşitdim zalda. Onlar oturublar, mən də nəsə başım qarışığı kuna keçdim. Bu tərəfə görürəm, deyir ki, onu öyrət, onu belə qalmasın o. O evdar qadın olmasın. Yəni xoşuma gəlmir. Bu nədir? Bu qədər oxudu. Bunun üçün oxudu. O da belə, hə, yaxşı deyərəm, amma ona fərqi yox idi. O deyirdi, oxu, o deyirdi, filan şeyləri elə, gəl xaricdə bunu elə, onu elə. Türkiyədə denklik imtahanı verdim. Təsdiqlədim diplomumu, sonra YDS imtahanını verdim, məmurluq imtahanı idi, onu da keçdim. Artıq TUS-Datada köçdüm. O TUS imtahanında qayıtdım Bakıya. Onda yadımdadır ki, çox öz tərəfimə qarşı, yəni özüm belə deyim, iradlar çox eşidirdim haqqımda və deyirdi ki, indi Bakıya gəldin, yaxşı elədin gəldin. İndi vermək fikrin yoxdur uzmanlığa. Deyirdim ki, yox, elə yaxşıdır, elə gəzirəm özüm. Hara gəzirsən, gəzmək yoxdur, oxuyacaqsan. Deyirdim, mən təzədən necə verim? 4 il zaman itirmişəm mən uzmanlığa. Yanımda uşaqlar, məsuliyyət, artıq həyat fərqli dövr edir mənim üçün. Dedi ki, yox, verəcəksən tələbə kimi 1 ilini sərf edib gecə-gündüz oxuyacaqsan. Həqiqətən də elə oldu. Belə yumşaq deyim sizə, belə yüngül təhqirlərlə mən imtahanı verməyə məcbur oldum ki, getdim, hazırlaşdım. Yenidən sıfırdan
Uzmanlıq imtahanına hazırlaşdım, verdim. Girdikdən sonra dedi: "Hə, indi harda işləyəcəksən?" Deyirəm: "İndi hara versələr işləyəcəm." "Hə, bəs elmi iş götürmürsən?" Dedim: "Yox da, bəsdir, stop." Da məni narahat eləmə, yoldaşım da dedi ki, "Nə lazımdır eləyəcəm, amma yetər ki, sən oxu, öz sənətini sev." Mən də həqiqətən sevə-sevə seçdim bunu. Çünki mən institut illərimdə də həmişə deyirdim ki, mən nə olacağam görəsən? Ay Allah, bunu da istəmirəm, bunu da istəmirəm. Mən gecə-gündüz də xəstəxanada qalmaq istəmirəm, növbələr istəmirəm. Necə eləyim ki, həm gündəlik həyatıma təsir eləməsin, həm ailəmə zaman ayıra bilim, həm də istədiyim işdə olum. Bu təbii ki, elə gətirdi ki, bir gün dermatologiyanı elə izləyərkən videoları gördüm ki, yox, bu mənim ruhuma Maraqlı yaxındır. Ruhuma yaxındır və kəşf olunmamış çox şey var. Müalicə metodikası azdır. Çox-çox xəstəliklər var ki, hələ də belə deyim, diaqnozu natamamdır. Ona görə bu məni cəlb elədi. Bu bilinməzlik məni cəlb elədi və başladım. Sağ olsunlar, imtahanı verdikdən sonra da dəstəklədilər məni. Təbii burada Azərbaycanda bilirsiniz rezidentura təhsilidir. 4 illik rezidentura təhsilini bitirdikdən sonra işləməyə başladım. Çox gözəl izah elədiniz. O atanızla olan bağı da sizə göstərdiyi o istiqaməti, verdiyi istiqamətidir. Və sizin 2 qızınız var, gözəl balalarınız var, Allah saxlasın. Siz necə öz övladlarınıza atanızın vaxtilə sizə təzyiq göstərdiyini düşünüb, amma bugün onun bəhrəsini görürsüz, çörəyini yeyirsiniz, belə deyim. Siz öz övladlarınıza necə istiqaməti özünüz verəcəksiniz, yoxsa seçimi onlara buraxırsınız ki, qızlarım kim olmaq istəyir, qoy olsun. Elnarə xanım, baxın, mən sizə bir həqiqəti deyim. Mən bir ara atam kimi davranmışam. Uşağın deyim 2-ci sinifinə qədər özüm də dərk eləmədən olurdu. Bir anda bir gün danışdığım yerdə uşağa bir şeyi dayatdığım yerdə ayıldım ki, mən atam kimi danışıram. Cümlələrim eynidir. Bir anda özümə stop Quba, sən bu deyilsən, dayan, sən belə söz verməmişdin, belə yaşamırsan. O andan bəri mən özümə söz vermişəm. Mən uşağın heç bir təhsil istəyinə, sahəsinə qarşısı deyiləm. Hansını istəyir, harda istəyir, necə istəyir, elə də oxuyacaq. Kimlə necə deyim, münasibət, evlilik istəyir, onunla da evlilik quracaqdır. Mən bu müdaxilələrdən özüm çox yorulduğum üçün mən o zamanlar da bunun fərqində idim. Bu gün də artıq mən onu tam sərbəst buraxmışam. Mən hesab edirəm uşaq mənim deyil, Allahındır və o seçimi özü eləyir. Nə olsun ki, mən onu dünyaya gətirmişəm, onun mənlə bağlılığı ana övlad bağlılığıdır, amma bu sərbəst bir şəxsdir. Bu sabah bir şəxsdir və onu cəmiyyətə qazandırmaq üçün onun istədiyi, sevdiyi şeyləri edərək qazandırmalıyam. Və sizə deyim ki, mənim biraz valideynlik psixologiyam da fərqlidir. Mən çox sərbəst buraxıram uşağı. Gündəlik tərbiyəvi belə deyim də qaydalar əsnasında mən çox da uşaqlarımla get-gəl, bunu elə, onu elə çox müdaxilə etmirəm. Ayrı bir hər kəsin bir ayrı belə deyim məkanı var. Girmirəm mən öz o məkana. alanı var da. Bəli, özümü də icazə vermirəm. Çünki mən özümü də hesab eləyirəm yalnız. Bu dünyada özümü yalnız hesab edirəm. Çünki mən yalnız gəlmişəm, yalnız gedəcəm. Bunların hamısı bir anda alına bilər. Ona görə mən bunların hamısından özümü təmizləmişəm, azad etmişəm. Onu deyirsiniz, mən də qeyd edeyim. Mən də atamdan sonra o qədər bağlı olmuşdum ki, onu bu şəkildə itirməyim mənim həyatımda çox böyük bir zərbə oldu. Və mən həmən anladım ki, təzə olanda hadisələr çox üsyan eləyirdim. Sonra fərqinə vardım ki, Allahım, Allah mənə deyir ki, sanki səni mən, yəni başqasını sən bu qədər sevə bilmərsən də, yəni boş verməlisən. Tamam, mən o an öz ətrafımda olan çox sevdiyim ailə üzvlərimi artıq bir köynək belə deyim, bir qırağa qoydum. Və övladlarımı da siz qeyd etdiyiniz kimi düşünürəm ki, onlar mənə Allahın bir əmanətidir. Mənə Allah Taala analıq vəzifəsi verib və mən onları yetişdirməliyəm, tərbiyə verməliyəm, cəmiyyətə faydalı və dürüst bir övlad kimi böyütməliyəm. Onların təhsilinə bəlli bir yəni yatırım etməliyəm.
ondan sonra onlar mənim deyil. Sanki onlar mənim üçün bir qonaqdılar və Bəli, sonra gedib tamamilə öz doğru. həyatlarını yaşayacaqlar. Bunu yəni qəbul edənə qədər o qədər ağır hisslər keçirtmişəm ki, mən övladımı həyətdə düşüb top oynamağına belə həyəcanlanan bir anaydım. Mən qızımın həyətdə hansısa bir oğlan uşaqlarla oynamağına həyəcanlanan bir anaydım ki, yıxıla bilər, nəsə ola bilər. Yəni o qədər fərqli bir düşüncəyə gəlib çıxmışam ki, bu gün anlayıram ki, onlar həqiqətən də mənim üçün Allah Taala tərəfindən göndərilən bir qonaqdılar. Bir əmanətdilər. Mən o əmanətə gözüm kimi baxmalıyam. Bəli. Çünki o Allahın əmanətləridirlər onlar və onları sevərək, sevgi ilə rahat buraxmalıyam. Siz dediyiniz kimi də mən də özümü bu gün bax o bağlılıqdandır yəqin, Bağlılıq atalarımızdan yaratmaq. olan Bəli, bağlılıqdandır. bəli. Bizim millət belə mentalitet öyrənib ki, uşaq evləndi yenə əl çəkməmək. Gəl, get, Bəli, yanında bəli. otur. Bu psixologiya dəyişmir. Uşağı buraxmırlar. Belə Buraxın deyil, uşaq bax 40 istədiyi- yaşımız var. Məsələn, mənim Bəli. 40 yaşım var. Mən bu gün yenə anamdan qorxuram. Anam zəvrədə deyirəm, ay Allah, görürsən Yenə. nə istəyəcək? Mən nəyi düz eləmədim və yaxud ay Allah, mən bunu necə bibim yığır. Yəni biz bunları hələ də o təzyiqi yaşayırıq. O üstümüzdəki olan o əl, söhbətlər, hər şeyi hiss eləyirik bütün iliklərimizə qədər. Amma bizim övladlarımız elə deyil. Mən əslində sevinirəm ki, bu gün biz bu cür valideyni, bu cür dostluq, hətta dostlarımızla belə o bağlılıqda mənim dostum bu gün mənlə görüşmək istəmir, ortaq dostlarımız var. Sizlə görüşmək istəyirsə mən onu çox normal qarşılayıram. Bəli, təbii ki. Amma əvvəllər küsürdüm ki, buna bax mən tanış eləmişəm, bunları gedib məndən Sözbaz olmayır. məndən kənarda görüşüblər. Amma indi inanın o qədər umursamıram ki, o qədər mənim vecimə deyil ki. Yəni mənim üçün ən dəyərli bir şey itirmişəm və bundan sonra hər şey mənim üçün Elnarə xanım, sakitçilik. baxın onu elə demək istəyirəm. Bir insan bir kafedə oturub tək kofesini içib yalnız gəzə bilirsə saatlarla, bu insanı bu dünyada heç kim qorxuda bilməz. Heç kim onu yalnız qoya bilməz. Xatırlayırsınız bir molda biz qarşılaşmışdıq. Mən qulağımda nauşnik gəzirəm, tək Qubağam da tək gəzirdi. Sonra birləşdik bir gözəl bir dialoqumuz olmuşdu. Və bu spontan olan şeylər görürsüz nə qədər gözəldir. Planlanmamış, istəməmisən, qırılmamısan. Bir anda elə bil hədiyyədir. Gəldi, verildi sənə. Halbuki bir kəlmə deyərsən ki, istərəm belə olsun. Bəli. Amma bunun üçün nəyisə məcbur edib, nəyisə çalışmaq, o zaman o insan üzülür. Nəyisə çox çalışdığımız zaman olmayanda o insan üzülür. Amma çalışmayıb bir anda gələndə o ilahi hədiyyə kimi gəlir insana. Və mən sizə deyim, bu yalnızlıq bir tərəfə uşaqları da belə bu tərz böyütmək çox gözəl bir şeydir ki, uşaq da sərbəst sonra yaşaya bilir. Müdaxilələr olmadan yaşayır, Bizsiz yaşaya biləcəklər. Bəli. Onu bir növ ona hazırlayırsan gələcək üçün. Yəni bunu planlamırıq təbii ki, amma yəni daha sağlam yaşamaq üçün öz fikirləri ilə yaşaması düşünürəm daha uyğundur, məqsəd uyğun. Nə gözəl söhbətlər edirik. Baxam, sizdən doymuram. Söhbətlərinizdən doymuram. Gənc tələbələrimiz, hansı ki həkim olacaqlar, onlara sizin burada məsləhətiniz nədir? Bir dermatoloq kimi necə olsunlar? Əgər dermatologiyanı Bəli. deyirsinizsə, oradan deyim. Bəli. Dermatoloq kimi mütləq mən həmişə rezidentlərə də deyirəm, mütləq dil öyrənsinlər. Dil öyrənməsə inkişaf etmək çətindir. Birinci belə deyim, baryer dildir. Bəli. Başqa dilləri öyrənsinlər, başqa ədəbiyyatları oxusunlar. Sevirlərsə işlərini təbii ki, mütləq şəkildə oxumaq lazımdır. Bunun üçün uğurun yəni yolu oxumaqdır. Mən universitet dövründən həmişə əlimdə kitab olub. Bəli. Bu kitab hər hansı bir kitab ola bilər. Ola bilər tibbi kitab olmasın, bədii kitab olsun və ya şəxsi inkişaf kitabı olsun, amma mütləq olub. Qəribə bir mən ona hətta özümə talisman deyirəm. Kitab mənim talismanımdır. Çünki hər gün 2 saat zaman ayırmaq, hətta 1 saat insanı çox inkişaf elətdirir. Dünyaya baxışını, insanlara davranışını, beyin, zehin sağlığına hətta onu belə təsir edir. Bir kitab yazsaz, müəllifi olsaz, o kitabın adını nə qoyarsınız? Heç bu barədə açıb düşünməmişdim. Heç düşünməmişdim. Məni uşaqlıqdan maraqlandıran bir mövzu olub həmişə. Burdan o tərəfə nə var? Yəni yer kürəsindən o tərəfdə nə var? Yəni biz onu təxmin edirik də. Həmişə fərziyyələr olubdu. Həmişə araşdırmışam, amma həmişə deyirdim ki, yaradan bunu nə üçün yaradıb? Niyə getdim, sonra nə olur? Nələr olur? Nəyə qayıdıram? Bugünkü gündə aydın belə desək araşdırdığım budur.
tez-tez düşündüyüm, həyatı izləmək, saatlarla bir belə deyim, parkda oturub onu izləmək çox belə şeylərə çox inanıram və bunu həmişə bir araşdırmacı kimi həmişə düşünmüşəm ki, bu dünyanın düzəni hara gedir? Necə olacaq? Düşünürəm kosmosa aid bir kitab olardı. Mütləq şəkildə bir enerji kitabı olardı. Mütləq səyahət olardı. Bir məkandan başqa bir məkana səyahət, belə deyək, paralel dünyalar. Bunları çox merak edirəm. Yəni çox maraqlıdır mənim üçün bunlar. Quba xanım, bax bu xəstələrinizlə görüşürsüz, pasientləriniz gəlir. Evə gedib yoldaşınızla bu barədə ümumiyyətlə xəstələrlə bağlı, hansısa bir xəstəliklərlə bağlı danışırsınızmı? İş həyatınızda olanları olur axı, məsələn, necə deyirdiniz, atanıza, mən də hər şeyi atamla bölüşürdüm, indi danışmağa heç kimim yoxdur. Siz necə gedib evdə yoldaşınızla, yoldaş da sizi dinləyirmi? Atanız kimi dinləyir. Hətta deyim sizə atam dinləməzdi. Hətta deyim sizə atam dinləməzdi. O çox diqqətlə dinləyir və həmişə soruşur. Bu gün nə oldu? Deyirəm sənə nə? Siz danışırsınız. Yəni mən xoşlamıram. Mən ümumiyyətlə problem danışmağı sevmirəm və hətta bir şeyi də qeyd eləyim. Bir problem olanda, hadisə olanda mən onu danışmağı sevmirəm İlmar xanım. Mənim üçün danışmaq yenidən yaşamaq deməkdir. Həqiqətən mən hiss edirəm ki, mən ikinci bir şəxsə danışanda həyəcanlanıram, taxkardiya başlayır, ürəyim bulanır, pis eləyirəm, yenə o xatirələr yadıma düşür. Nəyə lazımdır ki, mən özümə belə deyim, mazoxizmlə məşğul deyiləm ki, mən onu elə hesab eləyirəm. İnsanlar var ki, danışır, rahatlayır. Məndə tərsinə olur. Həmişə mənim anam əsəbləşir, gileylənir ki, Quba bizə heç nə danışmırsan. Niyə filan şey olub 2 gün qabaq, niyə danışmırsan? Deyirəm, sən başa düşmürsən ki, sən başqa cür insansan. Sən 5 nəfərə danışıb rahatlayan insansan. Mən stresə girən insanam. Durub onu 3 gün dərdini çəkəcəm danışıb sənə. Niyə? Qoy içimdə bitirim, bağlansın. Mənə sevmirəm, hələ qeybəti heç sevmirəm. Yəni mənim söhbətim deyil və ətrafımda dostlarım da bilir. Ona görə mənim yanımda qeybət olanda hiss eləyirlər. Bu yenə başladı, qoymayacaq deyir. Söhbəti öldürəcək. Qoymayacaq söhbəti. Maraqlı söhbəti öldürəcək. Yəni heç cürə o adamın enerjisini almaq istəmirəm. Çünki hesab eləyirəm ki, əgər mənim sevmədiyim insan yoxdur, amma əgər mənə pis münasibət göstərən bir insandırsa, hesab eləyirəm ki, onun haqqında mənim danışmağım onu yüksəldir. Mən bu tərz baxıram. Mən onu yüksəltmək istəmirəm. Gərək yoxdur. Qoy enerjisi düşsün aşağı. Mən yüksəlim. Siz həkimlər arasındakı rəqabət mənə maraqlıdır. Tamam, sahibkarları bilirəm, özüm sahibkar xanım olduğum üçün. Amma həkimlər arasında necə rəqabət var? Baxın, mən işləməyə ilk başlayanda heç bu barədə düşünmürdüm. Açığı mən düşünürdüm ki, hər kəs öz işi ilə məşğuldur. Hər kəs işini ən yaxşı şəkildə göstərməyə çalışır. Amma zamanla təbii ki, gördükcə insanlarda mənə qarşı yox, ümumiyyətlə başqasına qarşı gördükcə düşünürəm, mənə çox primitiv, çox yəni belə deyim də lazımsız gəldiyi üçün heç ona baş qoşmamışam heç vaxt. Bugünkü gündə mənim üçün hesab edirəm hər kəsin bir işığı var. Öz yolu var. Kiminsə yoluna girmək istəyir, tamam, girsin, amma bu mənə aid deyil. Mənim öz yolum var, mənim yolum bəzən insanlara çox çətin, hətta çılğın, sizə deyim, çox insan tərəfindən elə qarşılanır ki, Quba, sən filan şeyi elədin, nəyə lazımdır ki, sən niyə belə yanaşırsan ki? Bu mənim tərzimdir. Mənim tərzim mənə məxsusdur həqiqətən də. Kiminsə tərzi deyil. Ona görə də mən onu sevə-sevə gedirəm o yolu. Heç kənarda sağdakı nə edir onu görmürəm. Və hesab eləyirəm ki, qarşı tərəfdə əgər öz işığına inanırsa, başqasının parıldamasından narahat olmamalıdır. Mən də sizinlə razıyam. Həqiqətən də peşəkarlar məncə bu cür düşünür. Quba xanım, həqiqətən maraqlı insansınız. Həm şəxsi həyatınız olsun, həm iş həyatınız olsun, bir ana kimi, bir dost kimi, o qədər fərqli düşüncələriniz, onu ifadə edə bilməyiniz, o qədər gözəl belə səlis ifadə etdiniz ki, mən əminəm ki, bizi ekran qarşısında izləyən hər kəs sizdən, sizin danışdıqlarınızdan faydalanacaq. Və bizim sonda bir sualımız Quba Rüstəmovanın uğur kodeksi. İnsanı ilk içəri girdiyində anında analiz etmək, onun diaqnozunu qoymaq və ona, onun xarakterinə uyğun empatiya qurub münasibət göstərmək. Çox təşəkkür edirəm gəldiyiniz üçün, bizi seçdiyiniz üçün. Amma sizdən bir dünya görüşlü xanım olaraq istəyirəm ki, bizim verilişimizlə bağlı təəssüratlarınızı bölüşəsiniz. Geniş danışıq, xahiş edirəm, mənə tərifləyin bugün.
Elnarə xanım, sizi əvvəl də tanıyıram. Bəli. Yəni çoxdan tanıyıram. Həmişə belə business woman, həmişə bir istəyim olub ki, o xanım qədər, yəni siz bu iş həyatında daha aktivsiniz. Hətta ortaq tanışlarımıza deyirdim ki, Elnarə xanım çox aktivdir. Yox, mən biraz qadınsıyam, o bir kişi kimidir. Falan şeyi eləyir, gedir bunu eləyir. Yəni çox qoçaqdır. Yəni o hissələri mən səmimi qəlbdən deyirəm. O mənim üçün bir özümə də götürdüyüm bir tərəfdir, hansı ki, qoçaqlıq, zamanında, vaxtında oyanıb işləri tətbiq etmək, bitirmək, nəticələndirmək. Sonra siz özünüz pozitivsiniz. Bilirəm, çox belə deyək, ağır zaman keçdi biraz. Mən də hətta o zamanı paylaşdım özümdə. Nə qədər belə deyim, tez-tez görüşməsək də, bugünkü gün verilişinizlə bağlı böyük uğurlar arzu edirəm. Daha yaxşı, məndən də yaxşı qonaqlar ağırlayasınız. Çox sağ olun, təşəkkür edirəm. Daha belə deyim, uğurlu, daha fərqli layihələrlə qarşımıza çıxasınız. Yəni bir ulduz işığınız var. Nə yalan deyim, gözəl də səsiniz var. Çox təşəkkür edirəm xoş sözləriniz üçün. Bir daha minnətdaram gəldiniz. Yəni bu arada bayaq da qeyd etdim, sizi çox sevirəm. Yaxşı ki varsınız. Dostlarımın hamısını sevirəm, sizi də bir ayrı sevirəm. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Bir daha xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.